Bugünkü mövzumuz kompüterdə proqramlaşdırılma dilləri və ətraflı izah. 1. Proqramlaşdırılma dili nədir? Proqramlaşdırılma dili kompüterdə tapşırıqlar vermək üçün istifadə olunan sintaktik və semantik qaydaları olan formal bir dildir. İnsan beyni təbii dilləri başa düşür, lakin kompüter yalnız rəqəmlərlə və xüsusi təlimatlarla işləyə bilir. Məhz proqramlaşdırılma dilləri bu uçurumu bağlayaraq insan və maşın arasında bir körpü rolunu oynayır. 2. Kompüterdə proqram necə yaranır? Kompüter proqramları proqramlaşdırılma dillərində yazılmış mətn faylıdır. Bu mətn kompilator və interpreter vasitəsilə tərcümə edilərək kompüterin anlayacağı maşın dilinə çevrilir. Bu prosesin mərhələləri belədir. 1. Kod yazılır, search code. 2. Kompilator və interpreter tərəfindən tərcümə olunur. 3. Maşın kodu icra olunur və proqram işləyir. Gəlin 3-cü mövzumuz olan proqramlaşdırılma dillərinin növləri və fərqləri haqqında danışaq. A. Sintaksis mürəkkəbliyinə görə aşağı səviyyəli dillər maşına yaxın dillərdir. Məsələn, assembly yüksək texniki bilik tələb edir. Yüksək səviyyəli dillər insanları oxumaq və yazmaq üçün asan olan dillərdir. Python, Java. B. İcra metoduna görə kompilator əsaslı dillər əvvəlcədən tərcümə edilir, sonra icra olunur. Interpreter əsaslı, məsəl üçün Python yazıldıqca sətir-sətir tərcümə edilir və icra olunur. C. Proqramlaşdırılma üslubuna görə interpretiv dillər addım-addım əmrlə işləyir. Məsələn, C, Java. Obyekt yönlü dillər obyektlər və siniflər əsaslıdır. Funksional dillər riyazi funksiyalarla işləyir. Dekorativ dillər sadəcə nəticə deyil, necə olacağını sistem tərəfindən həll edir. 4. Məşhur proqramlaşdırılma dilləri və onun tətbiq sahələri. 5. Niyə müxtəlif proqramlaşdırılma dilləri var? Hər bir proqramlaşdırılma dili müəyyən məqsəd üçün optimallaşdırılıb. Web saytlar üçün HTML, CSS, JavaScript, verilənlər bazası üçün SQL, mobil tətbiqlər üçün Java Android, Swift iOS, süni intellekt və analiz, süni intellekt və data analizi üçün Python, sistem proqramlaşdırılması üçün C. Müxtəlif dillər fərqli məqsədlərə və texnologiyalara uyğunlaşdırılmışdır. Bu səbəbdən hər proqramçı layihənin tələblərinə görə dil seçməlidir. 6. Proqramlaşdırılma öyrənmənin faydaları. Analitik düşünmə qabiliyyətini artırır. Texnologiyanın necə işləndiyini başa düşürsən, yaradıcılığını inkişaf elətdirir. Yüksək maaşlı peşələri yol açır. Qlobal miqyasda iş imkanları yaradır və s. 7. və son mərhələ. Gələcəkdə proqramlaşdırılmanın rolu. Gələcəkdə proqramlaşdırılma yalnız proqramçılar üçün deyil, hər sahədə çalışan insan üçün. Gələcəkdə proqramlaşdırılma yalnız proqramçılar üçün deyil, hər sahədə çalışan insanlar üçün faydalı bacarıq olacaq. Robot texnologiyaları, süni intellekt, avtomatlaşdırılma və rəqəmsal iqtisadiyyat proqramlaşdırılmanı əsas baza kimi tələb edəcək. Və son.